Məni bir küçədə görəndə, bazarda görəndə yaxınlaşır, Həsən həkim sizsiniz, bəli, mən sizə həyatımı borcluyam, sağ olun, çox sağ olun ki, mən həyatda bu nailiyyətləri eləmişəm, böyümüşəm, inkişaf eləmişəm. Sizin sayənizdə o adama doğrudan da ləzzət eləyir. Bir anlıq adamı cavanlaşdırır, ondan gözəl duyğu yoxdur. Bəlkə də məni həkimliyə bağlayan birinci duyğu odur. İnsanların mənə minnətdarlığı. Həyatda hər şeyin dərmanı varmı? Yoxsa bəzi ağrılar sonsuz olaraq qalır? İnsanlar elə başa düşürlər ki, bütün dərdləri həkimlər müalicə eləyə bilər. Əgər bütün dərdləri, bütün xəstəlikləri həkimlər müalicə eləsəydi, insanlar heç vaxt ölməzlər, həmişə yaşayacaqlar. Deməli, hər sahə kimi tibb sahəsi ilə son zamanlar çox inkişaf eləmişdir. Demək olar ki, son 20-30 ildə heç o təbabatda indiyə kimi baş verməyən hadisələr baş verir. Bunlar yüksək texnologiyaların həyatımıza daxil olmağı əsas məsələdir bu şeylərdə. Yəni, xəstəliklərin aşkar olunması, xəstəliklərin tapılması, müalicələrin vaxtında olunması, bunlar hamısı texnologiyanın inkişafı ilə əlaqədardır. Lakin texnologiyalar nə qədər inkişaf eləsə belə, insanlarda elə bir xəstəliklər var ki, insanın yaranışından insanı incidir və bu gün də incidir və incidəcək. Elə xəstəliklər var ki, onların müalicəsində təbabat acizdir. Yəni, elə onkoloji problemlər var və digər problemlər var ki, hansı ki, təbabat bugünə qədər çalışır, vuruşur, böyük elmi institutlar var, böyük mütəxəssislər var, amma bir şey əldə edə bilmirlər. Yəni, mən belə başa düşürəm ki, bu həyatın qanunudur, yaranan insan bir gün dünyasını dəyişməlidir. Əgər bütün xəstəliklər müalicə olunsa, insanlar daimi olacaq, o da mümkün olan bir hal deyil. Həkim kimi uzun və çətin bir yol keçmişsiniz. Maraqlıdır, bu yolda sizi daha çox nə müşayiət edib? Həyatın çətinlikləri, yoxsa şəfa verdiyiniz insanların minnətdarlığı? 31 ildən çoxdur işləyirəm mən tibb sahəsində. Yəni, burada əsas insanın həkim kimi stimullaşdıran, onu işinə daha da həvəsi artıran, əsasən xəstələri minnətdarlıq hissləridir. Yəni, mən hərdən bir, məsələn, 30 il bundan əvvəl, 20 il bundan əvvəl əməliyyat elədiyim xəstə hətta yadımdan çıxıb belə, məni bir küçədə görəndə, bazarda görəndə yaxınlaşır, Həsən həkim sizsiniz, bəli, mən sizə həyatımı borcluyam, sağ olun, çox sağ olun ki, mən həyatda bu nailiyyətləri eləmişəm, böyümüşəm, inkişaf eləmişəm. Sizin sayənizdə o adama doğrudan da ləzzət eləyir. Bir anlıq adamı cavanlaşdırır, ondan gözəl duyğu yoxdur. Bəlkə də məni həkimliyə bağlayan birinci duyğu odur. İnsanların mənə minnətdarlığı.